Sumqayıt. Mən Sumqayıtdan doğmuşam, Sumqayıtda böyümüşəm. Biraz Sumqayıt 90-cı illər Sumqayıt biraz gettolara bənzəyir. Biraz orada başqa şərtlər işləyir və siz orada survive eləmək üçün, orada yaşamaq üçün müəyyən bir belə deyək ki, addımlar atmalısınız, insanlara uymalısınız. Və belə deyək, həmin dövrləri yaşamış şəxs olaraq mən işıq çox nadir hallarda çox az-az gəlir. Qaz olsun, su olsun və müxtəlif ibtidai bəzi şeylər var ki, bunların sizin təmin olunması çox çətin idi. Hansı ki, o dövrlərdə bu kimi mənfilər olsa da bir insanların bir-birindən yardımlaşması var idi ki, hansı ki, birlikdə bir hərəkətlər həyata keçirdilər. Bu da insanı daha xoşbəxt edir. Çünki hamı bir-birinə kömək eləməyə çalışır ən azından. Bu yəqin ki, çoxunuza tanışdır. Məsələn, aroma qabları o vaxtlarda beləncə çox məşhur idi. Biz yadıma gəlir ki, ümumiyyətlə Sumqayıtın özündə belə bir spesifik bir şey var ki, heç kim varlı deyil və ya da ki, orta təbəqədə deyillər. Daha çox belə deyək ki, kasıb və insanlar Bakıda işləyirlər, bəziləri və ya da ki, hansısa fabriklərdə işləyirlər, mütəmadi olaraq Bakı, Sumqayıt arasında gedib gəlirlər. Bizdə də belə deyək, nə valideynlərə deyə bilirsən ki, mən nəsə oyun oynamaq istəyirəm və ya da ki, başqa bir şey eləmək istəyirəm, mən nəsə eləmək istəyirəm və pul verin deyə. Biz bunun üçün öz pulunu özün yaratmalısan. Uşaq vaxtından biz o arayış, axtarış, məsələn, evə nəsə alınıb, bunu gedib biz satırdıq, bu aroma butulkaları və bunu oxşar olaraq o qədər başqa nüanslar var ki, hansı ki, bunları satırdıq və bu pula çevirirdik, gedib PlayStation oynamaq üçün. Niyə? Çünki biz bunun pulunu ala bilmirik. Və yaxud da ki, mis, alüminium. Yəni, o vaxtdan artıq getdikcə çitayı qaldırmağa başlayırıq da yavaş-yavaş. Pulkadan keçdik alüminiuma, sonra keçirik misə. Yavaş-yavaş və mənim yaş olaraq da biz 10 yaşımız var, 11-12 yaşımız var və bizim pul qazanma biləcəyimiz çox da bir şey yoxdur həmin şəraitdə. Və təbii ki, bundan evdəkilərin xəbəri yoxdur. Biz bu işlərlə məşğuluq. Mama, birinci dəfə də eşidirsən. Okey. Və vaxt keçdikcə mən düşünürəm ki, istər o satışlarda pulka olsun və yaxud da ki, hər hansı bir nələrinsə satışında, bu mənim satışa, marketinqə belə deyək ki, yönəltdi. İxtisas seçiminə gələndə mən özüm tür lisey məzunuyam Sumqayıtda və atamla müzakirə edən, atam mənim baş mühasib olub dərman firmasının neçə illər və məni maliyyə mühasibə sahəsinə yönəldirdi. Universitetdə bal toplayandan sonra 9 ixtisas yazmışam, 9-un 8-i maliyyə mühasibə sahəsindədir, birincisi menecment seçmişəm. 4 dənə Qafqaz Universiteti, sonra menecment ixtisası seçmişəm, sonra yenə Qafqaz Universitetini seçmişəm. İş elə gətirdi ki, mən menecment Dövlət İdarəçi Akademiyasına qəbul oldum, mən istəyən oldu. Amma indi şərait beləncə gətirdi. Amma həm də paralel şəkildə mən Türkiyədə Qazi Universitetinə qəbul olmuşdum. Hal-hazırda burada gördüyünüz Qazi Universitetinin qarşısında olan avtobus dayanacağıdır. Bunun da bir tarixi var. Necə tarixi var? Mən dedim ki, oxumayacağam Azərbaycanda, gedirəm və getdim Türkiyədə. Biraz oxuyandan sonra, bir müddət oxuyandan sonra gördüm ki, yox, mən buranı da xoşlamıram. Mən qayıdacağam, geri qayıtmaq istəyirəm. Çox çətin oldu bu qərarı vermək. Amma universitet dedi ki, okey, qayıda bilərsiniz. Universitetlə danışdıq, qayıtdıq Azərbaycana. Amma bu mənim həmin ölkədən, yəni Azərbaycana qayıtdıqdan həmin periodda bir il müddətdə çox fikirləşdim ki, bəlkə mən düz eləmədim, bəlkə səhv elədim. Tam bir il sonra universitetin qarşısındakı avtobus dayanacağını havaya uçurtdular. Bildiyiniz terror saldırısı oldu və uçurtdular. Yəni valideynlərim orada o qədər şükür edirdi ki, yaxşı ki getmədin, yaxşı ki oxumadın, yoxsa havaya uçacaqdın da və bir Azərbaycanlı yaralanmışdı orada. Bu kimi xeyrin qabaqdadır, yoxsa arxada olduğunu heç cür bilə bilmirik. Hər şeydə bir xeyir var. Məntiqi ilə yanaşırıq. Sonra universitetdə başladıq aktiv həyata. Bu Biznes Klub Azərbaycan deyə bir dənə təsis eləmişdi tələbələr, bizdən əvvəlki tələbələr. İndi tanıdığımız əksər təlimçilərin hamısını orada təlimçi kimi biz çıxış elətdirmişik tələbələrə və oradan da bütün təlimçilərlə demək olar ki, əlaqələr yaranmağa başladı. Bütün təlimlərdə iştirak edirik və yavaş-yavaş marketinqə məndə maraq yarandı. Bir dənə təlimlərin birində, təlimçinin biri deyir ki, A-dan Z-yə marketinq deyə bir kitab var. Bu kitabı oxudum, həyat dəyişdi. Necə dəyişdi? Kitabı elə bitirməmişəm. Kitabı bitirməmişəm, başlamışam iş axtarmağa. Google-da yazıram məsələn, tələbələr üçün part-time iş. Mənə də iş elanları çıxır. İş elan nə çıxır? Yazır, transmilli korporasiyada part-time tələbələr üçün iş, heç bir də iş təcrübəsi tələb olunmur. Hansına klikləyirəm, zəng vururam, deyir ki, 28-də kapitanın yanına gəlin, oradan deyəcəm mən sarı edəcəksiniz. Birinə zəng vurursan, ikisinə zəng vurursan, üçünə zəng vurursan. Sonradan öyrənirik ki, bunlar nədir? Hamısı yəni, şəbəkə marketinqlə məşğul olan
TNS və yaxud da ki, buna bənzər olan hansı ki, heç bir sertifikasiyası olmayan hansı bir bizneslərdir ki, sizi bir piramidanın içərisinə salmağa çalışırlar. Ümumiyyətlə, bu işlərlə məşğul olmaq istəyən və yaxud da ki, buna meyllənən kimlərsə varsa uzaq durun. Bu kimi şirkətlər hər il ölkədə 5 dənəsi açılır, 4 dənəsi bağlanır. O 4-ünün rəhbərində hər dəfə maskayla üzr videolarını çəkirlər ki, məsələn də bu kimi nüanslarla siz qarşılaşmayın. Evinizi satan var, maşını satıb qoyan var. Bu kimi işlərə girişməyin. Çünki iqtisadiyyatda əgər o dəyər yoxdursa, bir məhsul yoxdursa da bir biznes strukturunun o inkişaf eləməyəcək. Yəni oradakı bir dəfə internetdə bunu araşdırın. Ümumiyyətlə Ponzi sistemləri, bu Ponzi sistemidir və yəni elə bir Ponzi sistemi yoxdur ki, daimi şəkildə uğurlu olsun. Sonra bir dənə başqa bir elan gördüm. CRM üzrə təcrübəsi axtarılır. Müraciət elədim. İntervyum 1 saat 45 dəqiqə çəkdi. Çünki intervyu götürən adam da marketoloq idi. Başladıq söhbəti, o danışır, mən danışıram, o danışır. Deyirəm, filan təlimçi, filan nə bilim nə. 1 saat 45 dəqiqədən sonra dedi ki, nə vaxt gəlsən başlamağa? Beləncə söhbət oldu, dedim, sabah gələ bilərəm. Getdik sabah. Təcrübəsi kimi girdiyim şirkətdən 1 il sonra marketing direktorun mavini olaraq şirkətdən ayrıldım. Ayrılma səbəbim odur ki, baxıram ki, işlərin əksəriyyətini görürəm, görə bilirəmmi? Mən bunları eləyə bilərəmmi? Yes, bəlkə öz biznesimi açım dedim və həmin vaxt 3-cü kursda oxuyuram və 3-cü kursun sonlarındayım təxmini. Və Upper Education deyə bir dənə tədris mərkəzi yaratdıq. Tədris mərkəzi yaratdıq, işlər yaxşı gedir, hər şey qaydasındadır. Amma mən nəyə fikirləşirəm? Deyirəm ki, mən 9-6 işləməyəcəm. 9-6 işləmək mənə görə uyğun deyil. Mən öz işimin ağası olmaq istəyirəm. Nəticədə nə oldu? Mən burada su daşıyıram, gördüyünüz üzrə. Və normalda yəni mənim gündəlik rutinim necə olurdu? Saat 8-də evdən çıxıram, axşam saat 12-də mən evə gəlim. 12-də gəlib çatmıram. 12-də İçəri şəhərdə belə bir metronun zəngi olur. Hər saat başında metronun zəngi vurulur. Dınq-dınq belə bir zəng vurulur. Biz ofisdən 12-yə qalmış 3-4 dəqiqə çıxırdıq. Yolda dınq-dınq səsi gəlirdi və qaçıb metronun girişinə girməyə çalışırdıq ki, girək də metronun içərisinə. Və bu formada neçə il müddətində 2020-ci ilə qədər bu formada bu davam edir. Və bunun nəticəsində bir də xarici təhsillə məşğul olduq və 1-ci ilin sonunda bankrupt. Yəni, batdıq. Amma o batdırdığımız pullar öz qazandığımız pullar idi və onu təzədən qaytara bilərdik biz. Və sonradan başladım. Bu mənim ilk seminarımdan, ofisin daxilində, bu ilk konferansdan, çıxışımda iş adamından öyrən tədbirimiz idi. Bu artıq ilk dərsi keçməyə başlayıram. Deyəcəksiniz ki, bunları necə öyrəndim mən? Yəni, bu sahə üzrə bərbərliyi öz başımda öyrənmişəm. Yəni, öz biznesim üzərində batıra-batıra, reklam vururam, nəticə olmasa belə təzədən yenə bunu bərpa edirik. Okay, bu alınmadı, bunu yoxlaya bilərik. Try and learn. Try eləyirəm, görürəm ki, uğursuz oldu, təzədən bir dəfə də yoxlayıram, təzədən bir dəfə də yoxlayıram. Yoxlaya, amma bu heç də yaxşı bir üsuldurmu? İndiki dövrdə, bəli, çoxlu kurslar var, çoxlu mentorlar var, hansı ki, sizə mentorluq eləyə bilərlər. Amma həmin dövrdə sırf marketinq və rəqəmsal üzrə hər hansı bir təlimçilər və yaxud da ki, hər hansı bir bizim yol göstərəcək mentorlar yox idi. Amma yəni, sizə də ümumiyyətlə məsləhətim gənclərə, bu sahə üzrə ümumiyyətlə davam edən, istənilən sahədə, mühəndislənsə, mühəndislik üzrə mütləq şəkildə bir mentor tapmalısan ki, həyatda sənə yol göstərsin. Çünki A nöqtəsinə, B nöqtəsinə sənin o gedişivi 2 qat, 3 qat sürətləndirə bilər bu. Okey, ikinci dəfə də batırdıq, bundan danışım. İkinci filial açdıq. İkinci filial Kaspian Plazadadır, 160 kvadratlıq. 8-9 otaqdan ibarət bir dənə kurs götürdük. Yenə ikinci mərkəz. Çünki birinci mərkəzdə artıq yerləşmirik. Deyəcəm orada niyə görə yerləşmirik artıq. Və ikinci yeri açdıq. Burada artıq bir səhmdar cəlb elədik. 3 nəfər artıq söhbətinizə. Çünki mən şərik açmışdım ümumiyyətlə biznesi. Üçüncü şəxs gəldi. 3 qoçun başı bir qazanda qaynamadı. Qaynamadı və nəticədə nə oldu? Biz qayıtdıq ofisimizə. Burada gördüyünüz kimi ofisin içərisində müəyyən bir fraqmentdir. Ofisimi götürəndə 3 otaq idi cəmi. Ofisimiz 3 otaqdan ibarət idi. Mən bu ofisdən çıxanda ofis 6 otaq idi. Ofisi hissələrə bölməyə başladıq. Çünki görürük ki, 3 otaqla biz bu kirayəni verə bilmirik. Orada böyük otaq var idi, ortadan bir dənə taxtla böldük. Sonra gördük bir koridor tərəf var idi ki, koridor tərəfində 2 dənə əlavə otaq çıxartdıq, bir dənə də reception çıxartdıq oradan və bununla da 6-ya çatdırdıq. Və icarədarı da heç vaxt ofisə gəlməyini istəmirdik. Hər dəfə deyirdim ki, icarəni verəndə, gedirdim ofisin yanından keçən, dedim ki, yolum elə buradan düşmüşdü, deyim, sizin pulunuzu verim. Bir dəfə, 2 dəfə, 1 il beləcə fırlatdım. Kişi axır necəsə hansısa səbəbdən gəldi ofisə. Kişi gəlib belə baxır.
Deyir, baba xan, neynəmsən buranı? Deyirəm, yaxşıdır da, rəngləmişik, işıq zad qoymuşuq. Bir dənə də pianosu var idi, Belarus. Onu satmışıq, xəbəri yoxdur. Heç özünə də deməmişik heç. Sonradan gördük ki, Belarusda satmışıq da, gəldi, axır çıxdı. Kişinin puluna bir 100 manat artıq verdik ki, elə 100 manata satmışdıq, sizə verdik elə bu pulda. Çünki yer tutur orada. Uşaqlar gəlir, kimsə uşağı başlayır oynamaq ondan. Onu oradan deyə bilməzdik. Çünki o daşına biləcək bir şey deyil də. Okay. Və bu formada biz bunu davam etdirdik ta ki pandemi dönəminə qədər. Biz bir filiala qayıtdıq, ikincini çünki batırdığımız üçün təzədən gəldik, bir filiala qayıtdıq. Burada pandemi başlayana qədər, fevral ayı 2020-ci ilə qədər tam 256 tələbə var idi kursun içərisində. Tam 256 tələbəmiz var idi. Amma mart ayında artıq dedilər ki, qapını bağlayın, çıxın gedin. Çünki pandemi dönəmidir, evdən işləməlisiniz. Onların cəmi 20-si ya 30-u təzədən şeyə keçdi, onlayn versiyaya keçdi və biz yenə 3-cü dəfə batırmış olduq bundan da. Və korporativ həyata keçdim mən. Korporativ həyatda biz, belə deyək ki, Paşamakda mən işləməyə başladım. Həmin dönəm biraz çox çalxantılı dövr idi. Covid vaxtı idi, ailəmizdən çox adam itirdik orada və ən sonda dedim ki, okey də, korporativ başlayaq. Mən ən yaxşı nəyə bilirəm? Marketingi bilirəm, marketing üzrə başlaya bilərəm. Başladım və ondan sonra da çox uğurlu oldu. Hal-hazırda Paşamakda artıq 6 ilə yaxındır ki, çalışıram və paralel şəkildə işlədiyimiz çoxlu klinikalar, çoxlu xidmət sektoru. Özümün Digital Hero deyə rəqəmsal marketinq agentliyimiz var. Onunla da çoxlu şirkətlər, həm xarici, həm də yerli şirkətlərə çoxlu xidmət göstərir. Ağlınıza gələ biləcək istənilən ölçü üzrə reklam vermişik, reklam fəaliyyətindən məşğul olmuşuq. Bir Avstraliya vətəndaşına Kolumbiya vizasını satdığımı xatırlayıram. Çox maraqlı bir case idi. Hamısını digitalla satışını həyata keçirdik. Sonra gələk buna. Bu indi görsənmir burada Prius var. Sol tərəfdə bir Prius var. Sağ tərəfdə də bir Prius var. 2020-ci ildir. Mən dedim ki, öz sahəmdən kənara çıxdım ilk dəfə. Marketingdən kənara çıxıram. Dedim, mən Prius alıb aboroda buraxacam. Yəni Priusla taksi şirkətinə qoşulacam. Və maşını aldım. Bir taksi parklarının birinə qoşulmuşam. Hər şey superdir. 10 gündür qəşəng pul gətirir. Mən deyirəm ki, nə qəşəng işdir. Bir dənə də kreditə girim, ikinci maşını alacam mən bundan. 10-cu günün sonunda maşınım yandı. Şofer zəng eləyib ki, müəllim, maşın yanır, gəlin. Getdim axır ora, getmişəm yerinə belə baxıram. Deyirəm, burada müsbət nə görüm mən? Belə baxıram, deyirəm, yaxşı kişi içində deyildi. Heç nə, dedim oradan da çıxdıq. Onun neçə il kreditini biraz götürmüşdüm ki, onu mən bilirdim ki, bir illə onu bağlayacam və növbəti ikinci, üçüncü, artıq planına qədər qurmuşdum. Sonra mənə həyat nə öyrətdi? Bilmədiyin işə girmə. Çünki sən bilmirsən. Maşını alanda kiməsə güvəndim, dedi ki, mənim tanış ustam var, dedi, ustayı onunla yoxladıq. Yoxlatdıq, amma düzgün olmadı, içərisində başqa bir şeylər varmış. Sonradan problem, dedi ki, okey, o maşın hələ də yanıb və hansısa bir qarajda qalır, düzəltdirmək də olmur. Çünki o vaxtdan gözlədim ki, Gürcüstanla quru sərhəd açılar, amma maşını gəlib düzəltdirərəm. O vaxtdan da Gürcüstanla sərhəd açılmır da, yəni də. O vaxtdan bağlıdır hələ də. Nəsə, olmayanda olmur. Okey, sonrasında isə burada bu bizim marketing zirvəsi 1-2. Sonradan gördüm ki, mən bu sahədə uğurluyamsa, marketing sahəsi, ancaq bu sahə üzrə davam edəsəm, daha çox uğurlu olaram. Onun üçün community qurmağa başladım, daha çox dərs deməyə başladım. Əvvəllər dərs deyirdim, amma sonrasında daha da bunu böyütdük. Artıq bunu tədbir halına keçirdik. Artıq biz böyük bir ailəyik məncə. Bu ailənin üzvləri də çoxdur burada. Nə qədər burada oturan mənim tələbələrim var, bir yerdə çalışdığımız iştirakçılar var. Çox sağ olsunlar. Və bu yavaş-yavaş, bu sağ tərəfdə gördüyünüz məsələn frisbee komandasıdır. Mən Azərbaycan Milli Frisbee komandasının üzvüyəm və biz frisbee oynayırıq. Mütəmadi olaraq xarici yarışlara gedirik, Avropada, Asiyada. Bu yaxınlarda da Yaxın Şərq üzrə noyabrda Azərbaycanda yarışımız olacaq, yarışda iştirak edəcəyik, Azərbaycanı təmsil edəcəyik və hamımızı gözləyirəm gəlib baxmağa azərkeşliyə. Və bu bizə nə öyrədir? Networking is everything. Yəni ümumiyyətlə sizin gələcək iş həyatınızda olsun, ümumiyyətlə bundan sonraki karyeranızda sizin təsiriniz cəmi sizin ümumiyyətlə sizin iş tapmanıza, karyerada uğurlu olmanıza cəmi 10% təsir edir. Sizin təcrübələriniz isə cəmi burada 30% təsir edir. Qalan 60% isə əksər hallarda sizin ümumiyyətlə networkinginizdə, tanışlığınız, insanlarla qurduğunuz əlaqələrdir. Əgər sizin əlaqələriniz yaxşı deyilsə, networkünüz və yaxud da ki, communityniz zəifdirsə, insanlar ətrafınızda yoxdursa, siz çox da uğurlu ola bilmərsiniz. Bunun əvvəlki adı dayday idi, indiki adı isə tanışlıqdır. Siz kimlərsə mütləq şəkildə bu qohumlardan belə ola bilər. Onunla yaxşı əlaqələriniz olması lazımdır. Və yaxud da ki, hər hansı bir sizin
bir növ belə deyək ki, hər hansı bir könüllülük fəaliyyətindən, iş fəaliyyətindən və yaxud da ki, hər hansı bir əlavə yerdən sizin tanışlıqlarınız olmalıdır ki, onlar da sizi yaxşı tanımalıdırlar, özünüzü yaxşı mənada göstərməniz lazımdır. Sonrasında isə ümumiyyətlə mənim həyat devizim qatar yolda düzələr ta ki Priusu yandırana qədər idi. Ondan sonra artıq qatar yolda düzələr söhbəti yoxdur. Hər şeyi planlamaq lazımdır. Qatar hardan hara gedəcək, A nöqtəsi, B nöqtəsi, C nöqtəsi hamısını artıq planlamağa başladım ki, bu da artıq mən motivasiyadan artıq çıxırdım. Çünki hamısında qaza gəlirsən, bir dənə plan, eləyə bilərik, kimdən pul tapacaq filan kəsdən davay başlayaq. Bu məntiqlə davam edirdik, amma sonradan isə artıq bu disiplin halına salınmalıdır ki, 2022-ci ildən bəri mənim hazırladığım və uyğuladığım şeyim var. Yəni Excel bir şitim var, avtomatlaşdırmışam. Hər ildə daha da yaxşılaşdırıram. İnşallah gördüyünüz kimi 4 ildir ki, bunu plana əməl edirəm. Hər ildə bu faizi daha da artırıram, uğur faizini daha da artırıram. Franklin Covey'in təlimçilərlə görüşmüşdük Azərbaycanda. Bir izah eləmişdim ki, necə bir sistem keçirdirəm time management üçün. Onların içində də müqayisə eləmişdim. Adamlar deyir ki, səninki daha yaxşıdır. O daha da bir motivasiya verdi. Dedim, daha disiplinli olacağam mən. Və bununla bağlı çalışacağım ki, LinkedIn-də bir post paylaşım, bunun template'ini paylaşım ki, kimlər ki istifadə edə bilərlər. Bir neçə dənə təlimdə göstərmişəm, amma bunu daha publikaya çıxartmamışıq. Sonrasında isə mən ən sonunda bir Dostoyevskinin sözlərindən bitirmək istəyirəm. Bu nədir? Bu söz çox belə ki, qarşılaşmışam. Nədən ibarətdir? Özünə aid bir yalanı danışmaqdansa, başqalarına aid həqiqətləri təkrarlamaq daha yaxşıdır. Çünki birincidə insansan, ikincidə isə tutuquşudan heç bir fərqin yoxdur. Yəni, insanların ümumiyyətlə özünün həyatında gerçəkləri olması lazımdır. Öz gerçəkləriniz olması lazımdır. Başqalarının doğrularını demək çox asandır. Amma öz doğrularınızla, öz dəyərlərinizi yaratmaq daha çətindir. Amma o zaman daha uğurlu və daha keyfiyyətli olacaqsınız. Bu qədər. Çox sağ olun, təşəkkür edirəm.